Azərbaycan qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən yanadır. Lakin bizə qarşı yönələn heç bir hörmətsizliyə səssiz qalmayacağıq. Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu Today Press-ə danışarkən deyib. O, Rusiya-Azərbaycan münasibətlərində son dövrlər müşahidə edilən gərginlik fonunda iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin zəruriliyini vurğulayıb. Stat: Azərbaycan həmişə beynəlxalq münasibətlərdə qarşılıqlı etimada və proqnozlaşdırıla bilən əməkdaşlığa üstünlük verir. Xüsusilə qonşu ölkələrlə münasibətlərdə bu prinsipləri rəhbər tutur. Necə ki, digər ölkələrin vətəndaşları Azərbaycanda özlərini dost mühitdə hiss edirlər. Bizim həmvətənlərimiz də eyni münasibəti qonşu ölkələrdə görməlidir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət vacib şərtdir. Statın sonu. Deputat son aylarda Rusiya-Azərbaycan münasibətlərində bir sıra gözlənilməz hadisələrin baş verdiyini xatırladıb. O, xüsusilə ötən ilin sonunda Azala məxsus təyyarənin Rusiya hava məkanında vurulması faktına toxunaraq, hadisənin hələ də tam şəkildə aydınlaşdırılmamasını, münasibətlərdə adekvatlığın itirilməsi kimi qiymətləndirib. Rəsmi Bakı 2020-ci ildə baş verən helikopter qəzasından sonra Azərbaycan necə davranmışdısa, eyni addımı indi də Rusiyadan gözləyir. Təəssüf ki, bu hələ də baş verməyib. Stat: Rusiyanın Azərbaycandakı mədəniyyət ocaqlarından bəzilərində təyinatına uyğun olmayan fəaliyyətlərin müşahidə olunması Rus evinin bağlanması zərurətini gündəmə gətirmişdi. Bununla yanaşı, Azərbaycan informasiya məkanına qarşı sistemli təxribatlar aparılır ki, bu müdaxilələr yumşaq güc vasitəsilə həyata keçirilən təzyiq formasıdır. Sosial şəbəkələr və media bizim virtual vətənimizdir. Oraya edilən müdaxilələr fiziki təzyiqlərdən heç də geri qalmır. Bizim virtual vətənimiz hazırda bir çox təhdidlərlə qarşı-qarşıyadır. Statın sonu. Millət vəkilinin qənaətincə, bütün bu gedişatlar fonunda Azərbaycan prezidenti İlham Əliyevin Rusiya səfərinin baş tutmaması tamamilə məntiqli və dövlətin nüfuzuna uyğun qərardır. Münasibətlərin bərpası üçün Rusiya-Azərbaycan əlaqələri əvvəlki sağlam axarına qayıtmalıdır. Hazırki şəraitdə səfərin təxirə salınması anlaşılandı, deyə o nitqini sonlandırıb. Qeyd edək ki, mayın 9-da Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar parad keçiriləcək. Tədbirdə bir sıra dövlət başçıları və rəsmiləri iştirak edəcək. Buna baxmayaraq, həmin sıralarda Azərbaycan prezidenti İlham Əliyev olmayacaq. Bu barədə mediaya məlumat verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, buna səbəb ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlərdir. Töhfə Səməd, Namiq Abbasov, Today Press.